Azərbaycan xanımlarının Vyetnam vloqu var. Belə bir şey tapmışam, qarşıma çıxıb. Necə həyəcanlandım. Bildiriş gələn kimi necə səmimi qəlbdən söyləyirəm, səni sevdiyim kimi heç bir bloqeri sevmirəm. Herkese salam. YouTube kanalıma hoş geldiniz. Hara gedir Yarzu Hanım? Vietnam'a. Geceler kızlar yemeğe gidiyoruz. Gülmelikte. Biz gedirik İstanbul'a. Oradan da Vietnam'a keçirik. Turkish Airlines'la aldık biletlerimizi. Görək necə olacaq. Vietnam haqqında gözəl sözlər eşitmişəm. Gözəl yerləri var, təbiəti Nə vaxt paylaşmışdı dediyim 7 gün. olsun, insanları olsun, ucuzluqdur. Belə alışveriş var, spa, nail, hər şey var. Niyə qorxurlar belə kameradan? Maraqlı gəldi. Yeməkləri Ümid edirəm YouTube-da paylaşası olsaq videonu telif atmazlar. mənim Spa'ya gireceğim. Yeməkləri mənim ağız dadıma uyğundur. Yanımdakı insanları bilmirəm. Yanımdakı insanlar dediyim Arzu Nicat edir. Görürsen ben beğenerdim Vietnam'daki yemeği. Maraqlıdır. Şey Vyetnam da getmək istədiyim yerlərdən biridir. boyu qaldırıb belə baxır da. Bu böyle olmuş. Ben bunu yemiştim. Trabzonda. Can Messi. Neysə, aeroportda çəkə biləcəyim Qiymətləri desələr əgər yeməkdən falan, valyutanı açıb baxarıq yavaş-yavaş. Əgər özü deməsə qiymətləri. Ya da biz də baxarıq da 7 günə çox şey dəyişir. həyat yoldaşımı çəkə bilərəm. Salam de. Çox sağ olun, minnətdarıq Qədirin. Sosial pili bitdi vəsə. Bu tətildə təbii ki, xəritə işi məndə, pul işi Qədirdə. Arzu da çəkər, video çəkər. Video çəkər, Nicat nə edəcək? Güldürəcək bizi. Zarafat işi də Nicat. 4 deyit qəşəng. Biz bir domino xəstəsi olan insanlar olaraq özümüzü domino götürmüşük. Birinci çamadan yığıram, deyirəm Qədir nə qoyacaq? Domino. Bir yatsan Vietnam'a gelende yatabilmezsin. Yuxu dərman almışam. Zararlı verdişlere yok. Deyir ki, deyir neçədən almışam? Deyirəm 1.70'dan almışam. Hemen. Bu da 70. Deyir deyir burada 1.65'dir. Sən başla. Belə, görək nələr olacaq. Mənə də maraqlıdır. Axır ki, çatdıq Vietnama. Neçə saat keçdi ola oradan? Bir bələdçi qız bizi qarşıladı. İndi də transferdəyik. Hələ ki, rahat gedirik. Sadəcə ortada bir kiçik bir şey oldu. Uçuşumuzun vaxtı dəyişdi. Olsun. Olsun, söhbət elədik. Yattın yolda. Yakışıyor. Hər kəs bu təyyarələrlə bağlı bir şeylər yaşayır. Vaxtı dəyişən olur, gecikişənlər olur, vaxt dəyişməyələ gecikməkdən. Nəysə də, yəni belə şeylər olur. İndi gedirik. Əli birazdan Qədirlə Nicata Sinir əməli baş tərləyib. Vietnamın təri gəlib. Deməli, bu otağımızı göstərim sizə. Otelin adı Splendiddir. Əgər şəhərin mərkəzində bir oteldə qalmaq istəyirsinizsə, qəşəngdir. Mən bəyəndim, balacadır. Bu video əgər biz paylaşsaq YouTube-da minimum 27'si falan olacaq. İçəri 10 gün. uçacaq deyə belə kiçik bir otel seçdik. Sabahki otelimiz daha fərqlidir. Onu da Çox dar deyə otel. sizə göstərmək üçün Kondisioneri gördünüz necə qoymuşdular? otel seçdik. Yerə görə. Sabahki otel Çox məntiqliymiş. Amma onu çıxarda biləcəklər. Məsələn, oradan çıxardıb təmizləmək falan filtrini. Olar, olar. Məntiqliymiş. Deyəcəm ki, uzaqdan baxanda full görsənməsin deyə eləyiblər, amma uzağı da yoxdur ki, uzaqdan bax. otelimiz daha fərqlidir. Qəribəmiş. Onu da sizə göstərmək Amma belə üçün qəşəngdir. Səbirsizlənirəm. Biz otelimizin yanında belə pul yeri var. Pul yerin içindən də pul da dəyişirdilər. Pullar çox belə şeydir. Belə 2 milyon, 600 mindən belə rəqəmlər danışırsan. Zengin olduk kızım. Milyoneriz artık. Neyse biraz pul değişti. Pul değişti, indi gedirik yemeğe. Belə bir restorana geldi. Aa ne güzeldi. Bakın. Çok qəşəngdir. Adını restoranın yazıram bura. Blue Butterfly. Yazılmadı. Göründü də əlbəttə. Deməli, Neydi o? belə bir
Sushi çox oxşuyur amma sushi deyil də yəni. Yeməkləri var. Buranın məşhur bir yeməyidir. Yoxlayaq. Biz krevetkalı olanı seçdik. Bu nədir görəsən? Yağdır. Yağdır o doğrudan. Yağımsı bir şey. Ha, başqa bir şey dedi deyəsən. Mən elə bildim yanında töküləndir. Beğendim. İçinde bir tane baharat var. O hoş değil ama kalan böyle daha Görsən nə kimi var? Acıdır nə? şey. Mən sana Biraz tuz vurmalıyım. Beğendin? Beğendim. Etle olsa daha tatlı olardı. Arzu krevetka hoşlanmır. Tatlıdır. Yiyebilirim. Bu podu. po, Fodu dəqiq bilmirəm adını. Amma pıhı o yazılır. fo. Buranın məşhur yeməyidir və yoxlamaq üçün səbislənirəm. F olmalıdır hə? Ph yazılırsa F'dır. Çox dadlıdır. Çox bəyəndim. Bir saniye bir şey patladı. Yine ateş ve şanlıq imiş. Ama çok pis patladı da yani. Benim düşdü ya. Elə bildim çox yaxındı, uzaqmış bu arada. O qədər də yaxın değilmiş. Əlaqəsi. Boş yemlər sağ ol. Qurbağa ətindən, it ətindən şişir. Vyetnam yeyirdi. Qurbağanı yeyir deyəsən, amma iti deyəsən ancaq Çindir yoxsa yox, tam bilmirəm. Şey deyəcəydim, Yaponiya falan, yəni bu Asiyada, uzaq doğu dillərini etsə də artıq. Oradakı ölkələrin ümumiyyətlə gedənlərin hamısı demək olar ki, suplarını bəyənir. Acılıq olur bəzilərində deyirlər. Bəzilərində də biraz turşu deyəsən. Və hamısı bəyənirdi. Çox maraqlı gəlir. Yəni, necə deyirsən hamısı bəyənir? Gedənə qədər bundan yeyə bilərəm o dərəcə. Bu super deməkdir. Yəni o dərəcə yaxşıdır. Yəni Matasqret bilirik, Vyetnamda, Taylandda doludur. Necə sandım? Vəziyyətim yaxşı. Yayın mənə görə donur, ya sizdədir. Necə bir donma var? Ərimi də çəkin. Sabahınız xeyir. Platon, yayında donma görürsən? Bura bax, donmaq deyəndə. Bura baxırıq. Burada bir donma görürsüz. Fira yoxdur, tamam. Fira, sən Chrome-dan izləyirsənsə, keç Chicken mobil tətbiqindən bax. Tətbiqdən baxırsansa, keç Chrome-dan bax. Yenə düzəlməsə, keç bir dənə TikTok-dan bax. Səhər O nədir ola? Yumurta yanındakı cemdir, amma cem də deyil. Belə jele kimi bir şey deyirlər. O waffle qəşəngdir. Kruasan balaca, amma hər adama bir dənə o boyda əla. Pendir xoşuma getsə əla. Qoz o, nədir o? Qoz deyil, mangodur, nədir? Mangonun narıncı da deyil də belə bardov rəngli bir şey var. səhər bax. Amma gör Sofrası qəşəng deyil. necə mədəni. Qaqaş. Qabıqları qalıb. Elə bir midye tip. Dondur ekranda nəsə fırlanır, həm də kasır yayım. Tam dediklərimi elə. Səhər yeməyi. Nəcibən səhər yeməyinə baxın. Yarınlar yokmuşçasına. Belə istədim bugün sizi mən salamlayım. Nəsə belə bir fərziyyələr var ki, biz hamımız belə aclıqdan qırılacağıq. Nəcibə sağ qalacaq. Deməli biz hal-hazırda Hara uçurlar? aeroportdayıq və Fukoça uçuruq. Adını düzləyirəmsə, çünki burada Bir dənə yeri var, yarasalı falan bir dənə yerdir, mağara. Bir göldür, dənizdir. Taylandda da, Vyetnamda da. Yoxsa bu getdikləri yerdir. Fukoç deyəndə mənə Belə bir çəkildir, mobil tətbiqdəyəm.
Keç Chroma, düzəlməsə TikToka bax. Hara? O da donursa, mən bir şeylərə baxım. Onlar dedim ki, soruştum ki, necə bəs tələffüz oldu? Onlar dedi ki, Puko. Puko. Kuko. Neyse. Oraya gelirik. Səhər saatlarıdır. Şeydə indi gəlib yazırlar. Bilmirsən dili. Linçləyən tayfa. Təyyarəyə keçirik. Görək oralar necədir. Havaya baxdım, yağışlı göstərir. Video saxlamıram da. Bəli, biz çatdıq Fukoçdakı otelimizə. Otel çox gözəldir, amma Çox yağış qəşəngmiş. yağır təəssüf ki, amma bura sezon məsələsidir, yəni yağır. İndi birazdan günəş çıxacaq, sonra yenidən yağa bilər. Belə gözəldir. Yağışı göstərərdim sizə, amma halım yoxdur getməyə. Çox otaqlar dağıtmamış. Sizə Fukoçdakı tutduğumuz villanı göstərmək istəyirəm. Çox gözəldir. Durumuz villa. Burada belə bir otağı var. Niyə belə bir böyük villa tutmusunuz deyə soruşsanız bilmirəm. Belə bir van otağı var. Qiymətləri demirəm elə bir. Yoxsa mən qaçırdıram. Yeməkdə eşitmədim qiymətləri. İnşallah villanın açılması qiymətini desin. Evet. Tam şeydi o GTA 5'teki kapı. Pul press hayat interes bilmiyorum aslında. Hardasa 3 mərtəbə sayılır. Yuxarıda bir otağı var. Belə bir otağın balkonu var. Tam gəzdirməyəcəm. Ən gözəl otağı buradır. Belə bir bathroom-u, hamamı, yataq otağı və belə bir Reels çəkməli girdi ya. Yuxudan durdum, çıxdım bu mənzərəyə. mənzərəyə açılır. Yəni Qiyməti cənnət. demədiyim elə. Sonra Buna deyər məncə. burada da belə bir qardırob otağı. Aşağı düşürsən. Çölünə baxın necə gözəldir yaşıllığın içərisində. Buna bir çöldən çəkmək lazımdır amma. Ay 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 ay. Burada belə bir yataq otağı var yenə. Belə bir havuza çıxır. Private havuzdur, yəni ancaq bizə aid olan bir havuzdur. Sonra Yəni villa sizdəsə sizə yine inirsiniz. 4 oldu elə bir. Belə bir mətbəxi var, çox estetik, çox gözəl. Belə bir yenə balkona çıxır. Burada yenə bir VC-si var. bir dənə televizor olmayıb, qalan hər şey bombadır. 1 manat nə qədər Vyetnam puludur ki? Baxaq. Vyetnam niyə tapamıram la? Bir Azərbaycan manatı təxminən 15,485 Vyetnam donquna bərabər. Donq yazaq, donq. İndoneziya rupisi çıxır. O Vyetnam çıxmır valyutada. Başqa bir dənə sayt tapdım. 15.467 sayılır görəsən? Deyəsən hə. 15.467. Qalsın qıraqda. Belə bir yığışma yeri və belə yenə balkon. Neçə ailə sığar bura? Düşünürəm ki, gəlsəniz əslində sərfəlidir. Çox adam gələndə sərfəlidir deyə düşünürəm. Ya iki rahat sığar. Belə boş otaq. 3 biraz problem ola bilər, bilmirəm. Yəqin beşləri, bagajları falan yığmağa. Yeni gələnlər xoş gəlmisiniz. Axşamınız xeyir olsun. Bu da buranın biçimi. Səs biraz çoxmuş. Necə gözəldir. İçinmə icazə var. Günəşi batırdığıma görə üzümdə makyaj var. Çünki vaxtımız az idi. Evdə də otaqda da çəkiliş elədik. Saatimiz getdi. Makyajımı yumadan birbaşa düşdüm dənizə. Ayda, dəniz deyil, okean bağışlayız. Çox gözəldir. İstəyən hər kəsə qismət olsun gəzmək, tozmaq, dünyanı görmək. Təşəkkürlər. Yəni çox gözəl bir hissdir, yəni ayrı bir hissdir, belə deyim. İnanıram ayılıq olacaq. Ayaqqabım sürüşkənd. Kulağım Sizcə gedib ya ölümünə pulu yığıb
villalarda falan. Villa değil də indi biraz aşağı büdcədə ola bilər. Də olsa gedib rahat-rahat belə əməlli rahatda, amma ki pul çoxdur da, yəni. Elentinə vaxtlarda artıq gedib səyahət eləmək yaxşı olar. Yoxsa daha kiçik qutu kimi ilk başda göstərdiyi otaqlar kimi, otel kimi yerlərdə də qalmağa okeyəm, amma heç olmasa gəzin bir kruq. Bir 3 dənə, 4 dənə ölkə fərqli-fərqli. Bu mu daha yaxşı olar? Yoxsa əməlli başlı gözləyəm ki, şeydir, villada olmasa belə əməlli başlı rahat bir ev olsun falan. Pulum da rahat da, yəni çox olsun, problem olmasın. Mən sıfır problem. Buradakı gül rəhmətli olsun. Tək gəzməyin heç bir adı yoxdur onsuz da. Hə, bircə pis bir şeyi uzaqdır deyə villalar falan. Hər dəfə golfkar çağırmalısan. Amma yəni o dəqiqə çağırırsan gəlir. Özlərinin application var, onu yükləyirsən. Yazırsan ki, bəgi məsələn falan otaq. Əgər golf zat da gəlirsə, bu əməlli lap bahadır. Gəlir. Məlumat verirlər, baxın buralara. Hamısı eyni tipdədir. Arzula gəldiysə hər yer Ev tutma rahatçılıq olar, amma sən indi gördüyün yerdə ev tutarsan. Amma sən gedib Londona getsən, İngiltərə falan tuta bilməzsən axı. Parisə getdinsə ev necə tutacaqsan? Biraz elə də düşünün də. İndi siz ortalama olaraq biraz düşünün məncə. yeməyində, səhər yeməklərində o qədər fərqli şeylər var. Yəni biz onlar ancaq axşam yeməyini günorta yeyə bilərik. Belə nudulların fərqli növləri və suplar qəbul edirlər. Adlarını bilmirəm, təbii ki, yəqin onların mədəniyyətidir. Biz də yumurta yedik. Yumurta var. Yəni çöllük adiyyəti yoxdur söhbətə. Nəysə hazırlayırlar. Şinyas var. Pankek, bunlar var, standart. Pendir var. Saska var. Belə yəni. Yəni göstərsəydiniz. Mənə baxın nə var. Dostumu çəkəndə var. Şöyle olacaksın işte. Full set yığıb. Ben xərclədim. 360 dənə bu möhtəşəmlik. Dedik xalatla video çəkək, başımıza da dəsmal. İstəmədən Sultan Süleyman oldu. Bunların gözəlliyinə baxın. Qədir'in ilgi alanlarını göstərəm sizə. Ətlə bağlı hər şey. Hara qaç? Ət də indi baxarsan da. Özü belə ölkələrdə şey olmalıdır. Restoranda ətləri falan getirirlər, özün orada bişirirsən. Gəl. Biz yenə gedirik Pişirib dənizə. yeyirsən. Xanım çox qəşəng geyinir ha. Bugün Güllə olan kombilləri çox qəşəng tutur. yeni belə keçirəcəyik, sonra sabah artıq gəzməli yerlərinə gedəcəyik. Burada baxın nələr var, nələr. Gələrəm, yaxşı. Belə Sunset Town denilən bir yerə gəldik. Yemək çıxmışdıq. Biz elə gözəl yerlər aparırıq ki, həyat yoldaşlarımız. Sonradan gördük, tapa bilmirik. Mən dedim ki, Sunset Town'da gedək. Bəlkə restoranlar olur, amma qəşəng görsənir. Söylə. Nə oldu? Ya bu elədir. Daha bildik də hə. Nicat özdə mən yox. Burada buranın Venice adlanan, Venesiya oxşatdıqları bir küçədir. Gündüz yəqin ki daha qəşəng görsənir. Rəqə oxşuyur. Bir damcı şey var burada. Tökülmüşə oxşuyur da, yəni divar çökmüş deyirlər, elə ona oxşuyur, amma əslində elə deyil deyəsən. Qurd da deyil. Maraldır. Şeymiş, həqiqətən divar çökür. Qurda oxşuyur məncə. Qulağıdır belə bil. Rəngli binalar falan. Biz axşam çıxdıq. Tam bilmədim, amma deyəsən elədir. Yemək yer axtarırıq. Görək haranı tapırıq. Unicorn. Unicorn buynuzdur ya. Çox buynuzu oxşatmadı. Disneylanda gedəsən, orada çox qəşəng eləyirlər. Ateşfəşanlıdır. Hə. Hər gün olur bu burada bu arada. Gözəl idi. Hər gün bizdə 50 dəfə olur. 10 dollar. Masa
Masaj 10 dollardı diye dayı. Sıkıcan başında varsa giririk. Aynen baş işlemine mi? Yəqin başlanğıc olaraq edirlər də. Təzyiqli ölçülür. Baş no. 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 Yok. Masajı da görərdik də. Neysə 10 dollarmış. Nə vaxt alışacaq? Tenis çok qəşəng bir şeydir. Oynaya biləsən. Nə istəm məndən? Ancaq mənim üstüm atır. Kızlar da az aşağı kimi oturublar. Bir oturdu bir oturdu. Bu işten PlayStation pultu dedi bu işten. acıdan da ne kadar Yaxşı olur sənə. İstidə qaldım mən. Çamadanı götür. Allah seni kahretmesin. Hər dəfə çıxır siqaret çəkməyə. Qalır çöldə, girə bilmir. Bir dəfə girib deyə elə bilir ki, hər dəfə girə biləcək. Girə bilmir. Bu da bizim Danangdakı otelimiz. Gözəldir. Böyle bir mənzərəsi var. Oo, Göstərim sizə. normal. Normal. Və biz artıq Danangdayıq və gedirik hal-hazırda bir günlük tur olaraq Hanoiyə. Ora mənə çox maraqlıdır. Bir gün doyacağıma inanmıram. Üçüncü gün Danangda gəzmə günümüzdə əslində. Adı inşallah düz deyirəm. Çünki Fukoç deyirdim. İzləyicilərim yazdı ki, necə Fukoç deyil, Fukokdur. Burada da olan Dedim də bir linç gəlib. oğlanlar deyirəm. Düz desən də linçləyirlər. Buradakı yaşayan yerli xalqda Fuko belə qəribə bir şey deyirlər. Fukoç deyəndə belə deyirlər. Hara? Where? Is it in Germany? Görməni. Neyse, gedirik ora. Çok güzel mağazalar var. Shopping edeceğim. Geçen aktiviteler var. Qayığa minəcəyik, yumru bota minəcəyik. Maşallah Çox video şey dolu var. dolu ya. 13-cü dəqiqədir. Kimi. Heyecanlıyım. Üçüncü yerdeyiz. Heyecanlı olduğum yerlerden biridir. Qədir rast alabilsem 3-cü gündə yəni Hanoi'ye gedərəm. Amma gedə görə bəlkə xəyallarımdakı kimi deyil. Belə onların Qədirin baxış. tərzin Hanoi. Ama benziyor. Kadir Azal Kurası Sapsın 3. daha böyle gidiyor. Orada Danang'ın yani 3. gün. İndi getdiyimiz yer Hanoi'dir də. Adını inşallah düz dedim. Birinci gün getdiyimiz yerin adı neydi? Biri Honay'dı, biri Hanoi. Hamız ailəm vurdum bir dəqiqə dəqiqləşdirək. Tez bir zamanda dəqiqləşdirək. Səhv deyirmişəm. Nerede? Səhv deyirmişəm. Hoyan. Hoyan'a gedirik dostlar. İlk uçtuğumuz yer Hanoi'ydi. Ona göre ağlım böyle kaldı. Rezil oldum. Hoyan. Apparently, this restaurant behind me is the best banh mi in the entire world. That is according to the legend Anthony Bourdain, who ate here back in 2009. Arzuda geldi kombinini göster kızlara. Ne güzel gösterirsen. Çantanı birlikte almıştım. Mağazaya saldım ki şey için. Hello everyone. You know. Ama ne kaçetaydı? Biz bu kokonat botlardayız. Tam tabına yıllıqdı ya. Görüntü. Bunu niye kokonat botlarla yani kapusa okşuyor diye mi? Benim bilgisizliğim. Neyse düşenden sonra eləcəm. Necə görsənirəm? Ətrafı çək. Azerbaycan. Yeah. Arzu, telefonu yere. Tam ürəyi bulanmalı. Suda polisler var. Polise de polik deyirlər. Polik. Biz de başa düşmürük nə dedi. Poli elə bildik ki bunu giydirir ki sizi suya atacağım. Biz de qorxduq. Bunları da çək. Hə, cindirir ki polis gəlir, yeyin. Vloguma. Ne güzel insanlar. Siz kimsiniz? Ha, siz Azerbaycanlısınız.
Nəysə. Məgərsəm polis olan yerdə bunu çıxartdırır. Çıxartdırır? Tapdırır. Ha. 1 milyon da cəriməsi var. 1 milyon nə qədər gəlir də bezdirmişəm. Valyuta əvəzi istifadə edirəm. 40 dollar cəriməsi 35 adama. Ona nə qəşəng düşürsünüz, gözlü şəkildə çəkin. Deməli, hal-hazırda Ancient Town-dayıq. Çox təllillə deyəsən. Qızlar Amma yo, bəziləri uzun qoldu, bəziləri qısa qoldu. Tam bir şey deyə burada bilmirəm. şəkillər çəkdirir. Benim abi dondurmadan değilim. Vietnam dondurması. Qədir yemək istəyirdi bu arada. O dondurmadan yeyilməli idi. Hə, Kaçta vardı? Vietnam dondurması. hə, qədim şəhərdəyik. Çoxlu mağazalar, xüsusilə də shopping fikirləşirsinizsə mütləq bura gəlməlisiniz. Çünki hətta dərzilər belə var ki, bir günə burada sizə paltar tikə bilirlər. Yəni Pinterestdə gördüyünüz hər şeyinizi burada gəlib tikə bilərsiniz. Qiymətlər də belə dəyişir. Baxır indi hansında elətdirəcəksiniz. Belə təqribi tampunti. Yeah, 5. Ya, tampunti. 5? Okay, okay. Mən istəmirəm. Sənkinin dadına baxım. Hə. Mən istəmirəm, sənkinin dadına baxacağam. Bitirir də. Is it local? Bizə bir dənə uşaq var idi. Şey deyirdi. Bezmişdi ucu bu məsələdən. Deyirdi ki, bax. Ya al, ya da mənim üçün dadına baxmayacaqsın. Local? Yes, the local. The local. Və uzun müddət mən bu arada bu sözü eşitdim. Ha, fresh güzeldi. Zordur ki. Sevincəli. Fevxadır o. Niyə? Mən yox o. 5-ci Benim ben de. Yarım yanlış. Bol bol buzlu. Sokak lezzetlerine hoş geldiniz. Nə tökürüyorsan? Çaydır. Arzan. Deməli, Vyetnamda mənə ən qəribə və şirin gələn şeylərdən birini göstərim sizə. Baxın, hamısı belə balaca mini tabletkalarda, stullarda oturur Adamın dizi ağrıyar. və Boy hündür oldu bir şey da. çox alçaq olur masaları və çox az yer tuturlar. Özləri də balacadır. Kafeləri də oturduğu yerlər də çox şirindir. O da özlərinə görə Sağ arzu. güzeldir. Ama çok geçenli ortam. Yani ben biz bura bir günlük geldik ama ben olsam buranı 2 gün götürərdim. Hatta buralarda bir otel varsa burada bir gün Turla gezmirlər deyəsən. kalardım çünkü çok güzeldi, çok beğendim. Her şey el işidir, qədim idi. Böyle insanlar mehribandı, yani çok güzeldi. Papağan sosuna gezərsən. Arzu'nun merakları. böyük kimi sağ. Burada indi gondolalara minəcəyik. Belə gözəl işıqlı göstərmişəm. Belə bir yerdir. Qəşəngdir. Amma adamın ürəyini vurmaz. Həm səhər indi bu okeandır, dənizdir. Burada turladılar, ikinci kurub. O Arada biraz sok içilib, yemək yeyilibsə, yemək yeyilmədi deyəsən də. qədər rütubət var ki, kameram bulanıqlaşır uşaqlar. Mənlik deyil yəni. O aydınlandı be. Nisbətən düzəldi sanki. Hə, belə minirsən, gəzirsən. Bir də şam verirlər deyəsən sənə, onu yandırırsan. Qəşəng Şam. görsənir, baxın. O tutmalı da görsən. Deməli bu gondola yürüyüşünü çox istidir deyə o qədər də sevmədim. Bir də Bak verdim abi 100'den çok. şəkil falan çəkdirmək çətindir. Üstünüzdən life jacket giydirlər. İndi çıxartdıq düşürük çünki. Belə də yəni. O birisi amma çox maraqlıydı. O birisi də mütləq. Biz turdan almışıq deyə bütün hər şey. Belə tək-tək qiymətləri bilmirəm. Amma çox Ha, baha tur. şeylər deyil. Mütləq gələndə sınayın ən azından. Çox istidir. Turu özü villa verirdi onda. Yapış-yapışıq. İstiyə keçdim. Hərsi. Adama bir 7000
Dolların üstündə olar yəqin ki. Harada karusel görsə həmin yadımıza düşür. Salam. Deməli biz bugün gedirik Bana Hillsə. O da Danangda yerləşir. Danangda mərkəzdən 1 saat uzaqlıqdadır. Yadıma salın baxaq Vyetnamın turuna. Nə var orada? Belə bir kiçik şəhərcikdir. Belə Disneyland vibe verir. Aha. Orada elə. Gözəl parkları var. Sonra Golden Bridge oradadır. Bu əlin içərisində körpü olan. Sonra nə var? Belə bir iki dənə atraksiyon var. Belə şeylər var. Gedirik kontent yaratmağa, qatara minməyə və ətrafı gəzməyə təbii ki. Və arzudur ki, orada qəşəng romantik postlar çıxardı. İndi romantik postlar çıxaracağımız şəxsi göstəririk. Yoxdur. Onlar otaqda qaldı, gəlmədilər. Bəlkə gec geçsəydik bir ehtimal gələrdilər, amma özlərini ölüyə vurduqları üçün yoxmuş kimi. Dünən və axşam idi hələ. Qeybət dayım. İsti değildi. Bax, çanta düzəltdim. Becerikli kızımız maşallah. Handmade. Buradan öğren. Burada o kadar handmade şeyler var ki. Neyse. İnşallah bugün buradan tez qayıdarıq və yenə Hoyana gedə bilərik. Hoyan idi adını izlədim. Bugün gedəcəyik. O mən də itirəsən ha ki, sabah mən də durmayacağam. Çox yorma məni. Sabah günə var ki, Dalangır gəzmək. Sabah gedin. Yani bugün de boşluk akşama göreceğim. Ama iyi gün sıkıldım orada. bunlardan. Bıktım ya bıktım. O vaxtda orada. Bıktım. Danangı ne zaman gezeceğiz kadın? Mağaraya gitmemiz lazım. Onda gedərik. Böyle yani. Görək. Parkingde maşın bizi indirdi. Oradan buranın öz otobüslerine bindik. Hal-hazırda yukarı kalktık. Görək. Necəsiniz Arzu xanım? Hava çok güzeldi. Amin. Dünən Arzudan, daha doğrusu tur rəhbərimiz soruşdu ki, saat neçədə gedək sabah? Ben dedim ki, bəs hava istidir falan, böyle insan çok olacak, hansı saat uyğundur. O da başladı ki, ya səhər tezdən, ya axşam falan. Mən də işte, Arzu ilə təklikdə ilk dəfə də səyahətə çıxıram, yoxsa mən də çalışıram ki, çox normalde dominant insanım, bilirsiniz. Böyle şey ya, diyorum ki şey korkmasın. Hakkımda pis düşünmesin diye Arzu ne deyirəm ay yaxşı. Sonra saat neçədə gedək? Dedi 9'da. Bizim yaxşı. Ez o sorumlam. Yaxşı olacaq inşallah. Hava ardasa bir 70 derece falan. Böyle tecrübe edin. Açıldı. Cəmiyyətin başındakı papaqları görsən, bizə Başımıza başka bir yeri bile yoktu. şey otele belə gedirdik, gün vurmuş. Qapqara geldi. Güzeldir buralar, yaşlılıktır gösterirse. Güneştir. Böyle bir dağdır. Günəşin istiliyi mənə buradan vurur. Dağın ortasında körpü tikiblər, üstündə də kanatlar var. Bura girişidir. Bu rəhbərimiz getdi bizə bilet alsın. Yəni nə gözəldir buralar. Qəşəng yerdir amma. Bax belə yerlərə getdinsə, turdu deyil, fərqi yox da. Varsa fürsətin gəzəcəksən. Yəni gərək yatmayasan. Get sonra evdə yatarsın. Nə qədər yorulursan yorula, gəzmək lazımdır burada. Hə, getmisənsə bir dəfə bəlkə gəzməzsən, mən bir dəfə getmiş olsam belə yenə gəzərdim. Getməmişəm, prosto getmiş olsam. Adam çoxdur. Bu arada bu papaqları aldıq. Birini 370 minə. Bloklanmış hiss eləyirik, amma olsun. Çayrəmiz yox. 5 manatlıq şeyi 30 manata almışam. 30 manatda 300 Baxın, 50 min. belə bir yerlərdir. Mənim bloqa bunlar baxın belə bir yerlərdir. Gəl tarixi məlumatlar verək də. Məsələn, bu necə yaranıb. Danışım mən. Danış. Qoy oxuyub çatdırım. Bizim vlog da belə idi. Oxuyum ChatGPT-də. 5 dəqiqə gəl. Yaxşı. Bu da bizim gidimizdir.
Seni gidi. Allah. Baba. Necə belli Nicatın həyatı yollaşdı. Güzeldir ya ama. Buradan bir 40 tane post çıkar. O sırada biz önemsemeyip. Belə kanata mindik, yuxarı qalxırıq. Biraz sıra var idi, amma dəhşətli bir sıra deyil, tez bitdi. Gözəldir. Böyle də göstərirsə. Qəşəng hərəkət ediblər, üzbəüz oturublar. Bu onun şəklini çəkəcək, o bunun şəklini çəkəcək. Tərtəmiz görüntü. Deməli, mən elə bilirdim, bura çox qədimdir, amma deyilmiş. 20-ci əsrin lap əvvəllərində buranı fransız kolonistlər kəşf ediblər. Daha sonra müharibədən sonra bura dağılıb. Ondan sonra təkrar bir nəfər adı ediləmişlər. O, buranı bərpa elətdirib və turistik zona kimi fəaliyyətə başlayıb. Bu qədər. Yəni, çox da belə qədim Bravo. bir PC özellikləri nədir? RTX 4060 Ti, i5 12400F, 32 RAM falan belə şeylər. yoxmuş. Halal olsun. Halal olsun olar. Gözəl, əyləncəli yer bizlərdir bizə. Bu arada bura dağlıq ərazidə yerləşdiyi üçün o vaxtlar Çox qəşəngdir. buranı istidən qaçmaq üçün, Ağacı dəyəcək yəni. istidən qaçmaq üçün Mən olsam ürəyim düşmüşdü orada. bura sığınıblar. Amma bura hələ də istidir. Bura belə sizə başqa yerlər düşünürəm. Bu da məşhur Golden Bridge. Heç nə görsənmir insan əlindən. Yəni ya bura çox səhər tezdən gəlmək lazımdır. Bilmirəm prosta o vaxt buraxırlarmı? Ya sezon olmayan vaxt gəlib çəktirmək lazımdır. Ya nəsə bir şey gələcəkdi. Uzaqda da yanıb çəkdirməsəm, arxada da bir var yox adam düşəcək. Bir təmizləyəsən hamısını. Variantlar düşünürəm. Ya çox axşam Buranın aşağıdan 100% çəkmək lazımdır. Aşağıdan ya da üzbəüzdə hardan görürsənsə uzaq. Birinci o pozadan çəkilməlidir. Sonra yaxınlaşıb içində də bir şeylər çəkməlisən də. İndi pisdir, yaxşıdır çək, sonrasını sonra baxarsan. gəlmək bəlkə öz maşınınız. Həmişə mən şey olmuşam. Yəni getdiyi bir yerə gezdiyi Targov belə məsələn. Deyək ki, bir festival var, yəni nəsə bir şeydə. Bir şəkildə zat çəkdirirəm. Hamısı xatirədir bunlar. Falan. Yəni belə çünki heç mümkün deyil də. O Pinterest'dəki şəkilləri necə çəkib? Hər açıdan ağlı. Amma mən bir yerə hər hansı bir gəzəsi falan olsa, beləsinə. Ən birinci gərək iPhone alım. Yəni bu şeydir də, yəni qaçınılmazdır. Ya iPhone alım, ya əməlli başlı çoxlu power bankım falan olsun. Bir 2 dənə, 3 dənə falan. Normal bir çantam olsun. Və əgər vlog çəkəcəyəmsə ki, mən də çəkərəm. Aparatını alım. GoPro-nu falan. Və əməlli başlı burada bir neçə dəfə vloglar falan çəkim, bir təcrübəm olsun ki, gedim çöldə də çəkə bilim. O kontenti batırmaq istəmərəm. Bir dəqiqə. Bu açıdan dağlayayım. Burada belə bir yerdir. Çox zordur axı. Tam şeydir, Jackson filmində danışıyor kimsə, elə bir şeydir. Like Amma daha uzundur orada. belə hər bölgə ayrı adlanır. Burası Tam TikToker post. Fairy adlanır. Yəni belə peri dünyası kimi. Öldü. Aa, Buddadır. Orada budalar var. Budaları yazdım. Nerede bu? Nerede bu? Parfüm kadın Kimsə drone gəzdirir orada. asla parfüm eksik olmaz. Uçurduğu daha doğrusu. Qudalar. Böyle güzel bir yerdir. Yani o kadar güzeldi buralar. Hindistan'da o da var. Beğendim. İndi bunun adı ne gelir Arzu? Xanımların tipləri hər saniyədə, hər kəsitdə ayrı bir sifət keçirlər. Çox dəyişir qadınlar sifətdən sifətə. Şeyde de var Makyajdan makyaja, saçı açmaqdan yığmağa falan. diye. Biz yoxsa dümdüz. Roller coaster. Böyle bir şeydi bir dakika göstermişsiniz. Bakın Oo. böyle. Oo, tək. Yani Heç bir qorxmur. buna bileceğim, video çekeceğim. Tarih hakkında məlumat verin.
İki telefon var. Biri sizi çekerdi. Tembuli iPhone 17. Aşağıdan şey hem özünü hem o əsl bura üçün diye o kamera ikili. Əsl buranın yeriymiş. Belki de programla falan çekir. Ha, все. Ay kanalda trendel istelemirsen de. Ay kamera çekilir bizi. Qalxırıq. Ha, böyle. Dağın başına çıx. Ha bir krugu qabaqda otur, bir krugu. Hələ odur ki. İndi arkadakı çox qorxmalıdır da bu mantıqla. Ne tek mi ne? Canım kalsa. May. Все. Все. Öyle bu. Ya. Bir daha. Ay. Nə manasız ki telefidilər. Ha buradan gel. Görün ne güzeldi buralar. Oo. Nə qəşəng yerdir ola. Sağdakı ağaca bax bir dənə. Yaşlanmazsan da burada. Edinburgh oxşur. Edinburgh oxşuyur. Başıma Mamma mia. Neyse. O kadar yorğunum ki onu belə götüremeyeceğim. Gedirik gidimizin yanına. Serbest vaxt verilmişti bize. Geldik Amma həqiqətən çox gəzdilər məncə. 29 dəqiqədə yəni çox yer gördük. Boş videoda deyil, deyil. boyunca. Güzeldi, Hava beğendim olsun. Burak. Yani Yəni bir xanımdan bu qədər çox kontenti sırf bir videoyu çıxartmaq üçün gözləməzdim. Böyük ehtimal Rissa falan filan çıxar ya, onlar olmalı da o heç. Amma bir videonun içində bu qədər çox yer həqiqətən gözləməzdim. Allah. benim için bir yerin güzelliği gözümü okşasın, eğlenmek olsun, yeme içmek olsun. Yoxlayabileceğim farklı dadlar olsun. Mənzərə olsun. Kontent çıxartmağa yerler olsun. Bunlar varsa benim için güzel bir yer. Çok realistik eliblər. Ha, bu Arzu, mən burada çək. Dünən dostlar, özümü çok pis elirdim. Geldiğimiz ikinci gündən boğazım ağrıyır. Dün pik oldu. Otaqda dincəldim. Dərman atdım. Belə yəni. Çox pis şey deyil. Tətilə çıxırsan xəstələnəsən. Bugün biraz daha yaxşıyam və Ya da xəstələnib gedə bilməyəsən tətilə falan. Uf. gedirik. Marble Mountain mağaralar var burada dağın içində və məbəd Aa mən deyən deyil bu. var. Qayıqla girdilər. Oraya gedirik. Görək necə yerdir. Şəkillərdən gördüyüm qədərilə belə mistik gözəl bir yerdir. Görün nə gözəl. Ya bu deyil. Və içərisi sərindir şükür. Yoxsa ölərdi istidən yəni. Çünki çöl çox istidir. Wow. Indiana Jones'a geldim. Yəni sadəcə maraqlıdır. Qayıdandan sonra ya da Kanon. boş vaxtlarda gəzə gələn şəxslər. Dilləri haqqında oxuyacağım. Belə fərqli bir məlumatlarım var, amma belə hər biri heykəlin fərqli olmağı, hər şəhərdə fərqli heykəlciyin olmağı, fərqli şey inanmalar mən fərqlidir. Yeah, we will like. Belə maraqlıdır. Burada this
way. They want to back. Elə verdim mən çıxacam 300 pilləkən. Sən gedib oturacaqsan. 300 pləkan. Görün, baxın. İçində deyildi o. Burayla bağlı Çin Seddi fərqli falan. əfsanələr, hekayələr var. Burada belə 5 dənə dağdı birləşib və ya 5 formalı dağdı bilmirəm. Amma hər biri ayrı 5 dağ birləşib. elementi oy, düşmək çox çətindir, danışa-danışa 5 barmaqdır. göstərir. Onlardan əlavə olaraq metal və ağac var. Bütün ağac güləndə axı 5 eləmir, 6 eləyir. Bir dəqiqə bunu düşünəcəm bu haqda. Bundan əlavə Vyetnam müharibəsi zamanı burada yaralıları daşıyırmışlar. Əskərlər burada müalicə olurmuş. Yəni belə tarixi şeylərdir və əfsanələrdən bir Instagramda danışım, bəlkə izləməyənlər varsa buradan da danışım. Oy. Nəsə tərpəndi. Nə gözəldir Qədir. Nəysə böyük bir əjdarha, mistik bir əjdarha gəlir, yumurta, sehirli yumurtasını burada qoyur. Yumurtanın içindən bir qız çıxır. Yumurtanın qabıqları da ağaca çevrilir. Əjdaha yumurtasından qız çıxır. Belə bir nəsə bir şey görmüşəm. Multfilm kimi bir şey izləmişəm. Ağacı da dağa çevrilir və ona görə Ya da kinodur, bilmirəm. mistik, sehirli bir yerdir. Bir şey izləmişəm. Oy. Bunun bununla əlaqəli olduğunu amma bilmirdim. Oh. Oyda, Qədir burada mənim videom nə çıxar? Hə? Bur tam şey yer deyə zirehli zaltdı belə. Çiynəsən. Hə? Bilən hə? Hə. Gül Qədirdə idi. Hə? Buradan çıxdıq. Güldə o daşır. Hə, yo, Qədirdə deyildi, çantayda idi. Yəni qalxmaq 300 pləkan qalxası demişlər. O asan deyilmiş. Düşmək o qədər çətin idi. Məntiqidir, eşitmişəm belə şey. Çətin ayaqlarıma belə Çünki yuxarıda da gəzirsən, bir də onu düşməyi görürsən. əsirdi. Neysə, o gün bura gəlmişdik bir restoran. Burada çox məşhurdur. Yəni dünyada Bir də şey də, indi Çin səddini qalxmısan düşmək var. məşhur əslində çox filiallar var. Görürsən Çin səddində belə bir şey ediblər. Yuxarı qalxmısan düşmək üçün belə paraşüt deyil. Beləsən uçaraq gedirsən, belə kəpənək kimi V şəkilli belə. Görürsən elə bir şey var, düşəsən aşağı. Zor olar. Amma çox baha qoyursan da onu. Çox ultra baha. $500 falan. Pizza for PS adı gedir səhv etmirəmsə. Gəlməzdən öncə mütləq rezerv eləyin. Rezervsiz almırlar, yer yoxdur, tapılmır. Sağ olsun bizim gidimiz tur şirkətindən bizə yer elədi. Elə də yaxşı almıram. Bu badımcan. Bunda da darçın var. Pizza görüntüsü yaxşıdır. Ətin rəngi biraz çox qaradır, ciyərə oxşuyur. Badımcanlı pizzadır. Badımcan imiş. Həqiqətən badımcan deyir. Bu badımcanlı Bunda da pizza. darçın var. Etin badımcanmış. Badımcanlı pizzadır. İcata görə burada hər şeyə badımcan, amma badımcan yox. Darçın vururlar. Bəyəndim. Okay. Sanki heç Bakıda yoxmuş kimi əyləncə mərkəzindəymiş. Dur, çəkirəm. Əyləncələrə bax hələ. Sən oranı sadı qıracaqlar. Oradakılar niyə arxadakı qıskalardan götürmədin? Bəyəndə sən də bilirsən. Var gücünlə vurasan da belə. Moşunu vurasan. Qırılmaz, düşməz. Arkadaşlar bu. Vur. Necə bilsən ya? Ən hafta olsa Məncə vurduğu daşdı, topdu, nə də onda da biraz şey var. Aha. Deməli sərt vursan qalır orada. Dedim də bir şey var, bunun vurduğunda da bir şey var. Aşağıya vurmalısan da əslində bu məntiqlə. Aşağıda tam ortada var ha. Ortadakını vursan sağ-sol qalar. Sağla ortanı vursan sol qalar. Rezindir. Yoxlamısan heç? Vurmusan yəni? Çox maraqlıdır. Məntiqini tutsasan.
Hər yerdə vurasan. Kim elədi? Ha deyir yoxsun. Yok içine takma. Finish. Üç deyir, 2 demir. Oradan nefes etse yine git. Ha oradan nefes etse. Az gel. Oradan ha neyse. Üç tane. Buradan mı birinci? Ha, toplamını sayır. Yaxşımış o da. O niye ağır olsun? O set. Merdiven aşağı başı olma orta başını. Onun ölçem bu. Ölçem. Oha. Oha. Gagaşam abi de. Yuh. Yine en yere biraz ölçem. Bir tane. Üsttekine var. Sanırsın öyle sanırsın. Kalmaz. Lar sıra sende. Daha mısın bir defa? Biz hiç Eğim -1. Bu aslında asan çətin deyil ha. Burası birinci yəni məntiqi, mən hamısını məntiqi tutmaq olsa təbii ki, də hamısını vurarsan, amma məncə bu atışla atmalısan biraz belə. Bax, Aha, 1, tutdu məncə söhbəti. 2, 4-ünə də salmalıdır. Birinə 7 dənə 8 dənə salsa olmaz. hediye var. bir tane de. Oo. Üçüncüdə hədiyyə var dedim. Şu hədiyyə var. Kalkulator. Görüş çox uzanır. Əli çatıcı biraz uzanır. Bura çox keçirsən. Qıpqırmızı olur. Məncə dedi ona ki, biraz arxaya get. Amma yox. Çox əydir. Saldı ama. Her şey dokumentalli. Aa, yaxşı girmişdi. Qəşəng. Tələsmə, tələsmə. Fazil, tələsmə. Ay Allah. Gel nerede var? Gəl. Çəkmə Nazlı. Məntiq. Biraz məntiqini tutsan, gedir. Tutmadınsa Bir tanesi girdi, ona kazanma, değdi gitti. Hopslar hamısı girdi çıktı ama. Çox sağ ol məlumat üçün. tələsmə qaqam, tələsmə. Yani Yəni nədir? Dart atmadı da. kamera kabağında da Burada bunların bir moludur. Belə bizim mollara oxşur elə. Oxşur ha. İçərisində tanıdığımız markalardan Daha böyük dedi. Skechers, Adidas, Geox, Charles & Keys. Belə. Mən Hashtag reklam deyil deyək biz. bilinen markalardan bir dənə H&M'dən biraz alışveriş elədim. Biz artıq Hanoi'dəyik dostlar. Səhər uçduq. Uçuşdan sonra paylaşmadım. Çox yorğun idim. Hanoi'ya endik. Tez oteldə hazırlaşdım. Səsi tutulub. Səsim gedib. Detone olub. Gəldik bura. Bura adı tam olaraq nə tər idi? Incense Village. Nəsə belə bir şey idi. Buradan şəkillər 100% ki görmüsünüz.
Mən görməmişəm, amma qəşəngdir. Bura hərəkət. Balaca bir kənddə belə bir boyda yer imiş. Bəli. Belə şəkillər də böyük, belə sanki tarla, aynı. Amma belə bir yerdir. İndi şəkillər çəkdirəcəyik. Bizim o Pinterestdəki qızlardan neyimiz eksik? Arzunu outfitini göstərim. Ağ giyinib, gözəl seçimdir məncə bura ağ. Mənim əldə qalan kombinlərim bunlardır. Ona görə bunu geyindim. Belə. Qırmızını koy, qırmızı yanır. Hey. 7-8 saniyədə davam edir. Dostlar, biz buranı tarla bilirdik. Bildiyiniz kimi belə stüdyo kimi bir şeydi. Amma necə Danışıb çəkməyiblər. hazırlandığını falan göstərirlər. Arzu yuxarıda çıxıb, çəkib. Bayaq mən çıxmışdım, İsrail'də çıxıb. İndi izləyin, gəlir çəkilir. Sən gəlmə də. Sən gəlmə də. Qədir üzgün. Toydur dostlar. Oradan bir reis çıxıb. No. Bir 28 problem yox. Şirindir ama kombinlərini bəyənmədim. Milli mahnı qoyun oynar. Çox az adamlar öyle. Yer pul çıxmaz. Kirpul yazdır ha. Qədir öyrənib ki, toy bugün değilmiş. Diğer akşamı idi baya. Böyle hazırlaşırlar. Toy sabahdı. Xoşbəxt olsun. Birazdan qatar. Baxsın. 1 dəqiqə qaldı. Bax. Yaxşı. Yaxşıdır. Başla. Çəkirəm. Siyahdan çəkirəm. Qatar sesidir o. Buran bilirəm, qatar keçir. Amma əl atıb nəsə götürürlər, söhbətlər var idi, yoxsa yox. Sonra deyəcək ya indi. Keçəndə biləm, puh. Mən bunu 2 il əvvəl çox görürdüm. Hər gün qabağıma bu yer çıxır. Çox yaxından keçir. Yəni əlimi vursam dəyər o dərəcə baxın. Bayaqdan qızla dirəşirəm ki, yox ki, ölməyəcəm. Videolarda elə biləm ki, yəni məsafə qalıram, çox yaxınmış, yəni dediyi yerdə. Məcburiyyətlə deyilsən. Bundan görən hardan almaq olar ha? Nədən? Bu ventilyatordur. Söndürə bəşər. Şöyle bir qızın kutkasını deyirəm. Ventilyatorlu kutkaları belə var. Allah kutkanı deyir. Məcburiyyətlə deyilsən. Bundan görən hardan almaq olar ha? Nədən? Böyüdü amma çox çox böyüdü. Bir de kurtka diye. Bu ventilyatordur. Söndürə bəşər. Ventilyatorlu kutkaları belə var. Qatar vaxt keçdi deyə artıq adam azdı burada. Bayağıma full idi bura, yəni dop dolu. Biz Arzuyla yenə küçələrdəyik. Çıxdıq alışverişə görə. Hava vurur deyə böyükdür. Girdik, hər şey satırlar. Çox Ama yine de kutka diye ne bileyim. fake-dir. 1 milyon 300 min olanı 700 də salıb gəlir. Halal olsun ərim. Mənə də deyirsən 500 deyəndə şeydir. Qap paltalar. Burada 1 milyon 300'den de 700'e sarsansa onun kıymeti yəqin 200 falandı. Sağ da qəşəng oxşuyur. Paltara görə, paltara da uyğun gəlir elə bil. Amma solun da bir ləzzətliliyi var. Neçə? İkisini də alır. 500. 500. Burada belə reaksiya verin ki, sizə endirim etsinlər. Dəhşət, dəhşət. Hər qoluna birini taxıb gəzir. Bu arada mənə də başıma belə bir şey gəldi. Eyni köynəyin 2 fərqli rəngindən almışam. Dəhşət deyib ikisini də taxıb. Arasında qaldım, bilmədim hansını alım.
İkisini ötürdüm. Geri içeri. Ama çok teşekkür. Buradaki çantalara bakın ne şirindi. Bu qəşəng deyil. Bunlar deyəsən qəşəng idi, tam görmədim. Malades çölde gözlüyor. Bugün avtobusda ya, qarşımda bir xanımla balaca bir qızı var. Avtobusu cips yeyirlər. Mənə biraz gəldi, qəribə gəldi. Narahat oldum biraz özümdə. Səsdən də baş beynin yedi də istər-istəməz. Xart. Bir paçka cips. Mən ümumiyyətlə cipsin demək olar ki, cipsini 3 dənə yerdə yemişəm. Yeyirəm daha doğrusu. Bir uşaqlarla görüşəndə PlayStation-da. O da PlayStation oynaya olmur çox vaxt. Yemirik. Pulti tikində düşür. Futboldur məsələn, Qarabağın oyunu falan da otururuq baxmağa da, yığışırıq kabinetdə. Qoyuruq qabağımıza cipsidir, nə bilim koladır, simçikadır, belə şeylər ya da olar əlbəttə uşaq istemiş ola bilər. Ana da yeyirəm falan. Şeydir, yəni belə şeylər. Saçaqlı pendirin qızardılmış versiyası zaten. Ya da nə bilim pizza. Əsas cips olaraq danışırıq da. Bir də ki, dəniz qırağında olanda, məsələn, dostumla tutaq ki, dəniz qırağındayam, piyada gəzirik oralarda. Yemişəm. Bir də ki, evdə notebookumu qoyuram qabağıma, uzanıram ya otururam, sonra uzanıram. YouTube videosu yox, çox vaxt film ya da serial. Baxa-baxa oturub rahat-rahat yeyirəm. Çox belə avtobusda yəni oturum cips yeyim heç mənlik deyil. Nikolin. Deməli burada belə velosiped kimi şeyler var. İnsanlar aparır bir yerden bir yere. Yaxşıdır. Bir də şey deyə oturdular. Eyni vaxtda mindikdə avtobusa mənim qabağıma oturdular da. Qadın şey deyir, görürəm ki, belə açmaq istəyir də, dartır açılmır şey, pəncərə. Yarıya qədər açılıb, istəyir dartsın ki, tam açsın, aça bilmir. Mən də həmişə biraz çəkinirəm elə şeylərdən ki, birdən mən əlimi qoyaram, aça bilmərəm. Biraz baxdım, gördüm, yox, dirəşib açılmır. Əlimi şey dedim, açdım axıra kimi, döndü belə. Yox, mən bağlamaq istəyirdim. Belə oldum. Dedim, təzən baxdım. Atların belə istifadə olunmağına qarşıyam mən. Qıpqırmızı oldu. Çünki ömürlərini azaldır. Belə İnsanın azaltmır mı ömrünü? pul qazanır, öz seçimidir, öz beynidir. Neyin ömrünü azaldır? Atın ömrünü azaldır. Yaxşıdır. Atların belə istifadə olunmağına qarşıyam mən. Çünki ömürlərini azaldır. Belə İnsanın azaltmır mı ömrünü? pul qazanır, öz seçimidir, öz beynidir, özü qərar verir buna. İnsan əməyindən istifadə etmək olar. Atların ömrünü azaldır deyəndə velosiped kimidir bu mindikləri. Belə Çünki arxasında da. gedirik. Atların ömrünü azaldır, yəni atdan istifadələr azalır o mənada. Nə bilim. 3 addımlıq yolu sırf nicat bunlar istədi. Gedi, ses Ne çaldım demedin uzattı. mən də çox uzaq deyil. Xe đấy chứ còn bây giờ người coi nó chỉ bảo tôi coi xe thôi chứ còn Nə qəribə danışırlar. Masajdan sonra biz, bu arada mən hər an, hər kamera, hər görüntü arası masajdayam, onu bilin. Atların ömrü azalmır, atlar qaçmaq üçün. Yo, o mənada demir. Ata minməyiblər axı. Fayton deyil yəni. Velosiped ton. Yəni fayton deyil də bu. Velosiped versiyasıdır faytonun. Atdan istifadə eləmirlər. Bu da yəni atı lazım deyil də. Neynirik atı almayaq falan mənasına gedir. O mənada deyir. Sən hansı tur paylaşıram, sonra məsələn axşam yeməyə Məncə, mən elə başa düşdüm. gəlmişik və onun arasında bir masaj var. Yeməkdən çıxdığı yatmağa gediyor, onun arasında bir masaj. Ay bu çox qəşəng idi. O Hamısı $10 masajları. Bunun altındakı masaj uydu, dəhşət ucuzuydu. Nəysə, gəldik Bu arada hər şey turlandı. Dedilər. yeməyə. Yəni villada turdu. Gecə burada həyat sönür. Bəlkə də açıq yerlər var, mən bilmirəm, amma yəni Google-da yaxın ərazidə ancaq bu ramen yerini göstərirdi. Bilmirəm dadı necədir, amma Google-da Deyir, öz yaxşı seçimidir. hal vermişlər. At yox idi orada.
Adı Van. W-A-N. Bu qədər. Son günümüzdür. Belə bir kafe tapdıq. Çox dadlıdır. Nə qəşəng görünür ola o. Mini pizza. Buranın adını yazacağım. Motive Salt and Pepper Kitchen. Çox ləzzətlidir. Səhər yeməyi falan hər şey var. Pastalar var. Əgər altındakı bulku və yaxud da çörək şey deyilsə, bərk deyilsə və ya bayat deyilsə əla olar. Yəni bir cheers kafe deyil, amma ki burada ac qalmaqdan yaxşı. Arzu da belə bir Arzu işin keyfində deyə. Arzu yeyib bitir keyfini çıxardır. Siz özünüz bilərsiniz deyir. boş qap Maşallah. set Köbələkləri var bir dənə. sifariş Ordu da elə bir. edib. Yenə cheersin setməcə. Mən də salmonlu yumurtalı belə bir şey. Təəssüf ki, orada airportda sizinlə sağollaşmağı unutmuşam. Ona görə burada Bakıda sizinlə sağollaşıram. İzlədiyiniz üçün təşəkkürlər. Kanala abunə olmağı, bəyənməyi və like bildirməyi unutmayın. Sağ olun, sizi sevirəm. Qəşəng video idi bu arada. Əla. Bəyəndim. Abunə olaq, baxarıq yeni videolar. Bir də o Harry Potter videosuna baxarıq. Nəcibə Əhmədli izləmək istəyənlər varsa. Ətrafı çox az göstərirsiniz. Heç bilinmir hardasınız. Ab-hava görsənmir. Yalnız sizin üzlərinizdə. Ətraf mühit oradakı ab-hava görmədik. Ya əslində gördük. Onları görməyimiz daha çox şeydir. Yəni bu bir vloqdur. Onun vloqudur da, yəni əslində. Var da, yəni elə videolar ki, şeydir. Oranın vloqudur, sırf oranı çəkir falan. Gedib onlara baxa bilər də, yəni. Nə bilim. Vlog çox olsun, ev vlogu da gəlsin. Valla villa qəşəng idi. Bir dənə şeyə baxaq. Vyetnama neçəyədir? 3700 avqust ayı üçün qrup var. 2599 VIP Vyetnam. Buna gediblər deyəsən. Yox, budur. Ölkə xarici, ölkə daxili neçə gün? 11 gün. Səhər yeməyini verir ancaq. Viza dəstəyi daxildir, bagaj da daxildir, transfer əgəncə daxil. Aviabilet də daxildir. 3700-cü lirə. Əladır ki, bax, qiymətlər. Bir nəfər 2 nəfərlik otağa yerləşdirirlər səni, başqasına yatırsan. Bir nəfər tək otaqda istəyirsənsə $400 artıq pul verirsən. Tam 2190 dollara adam başı götürsən, amma eyni otağı da yenə istəyirik. 25 kilo bagaj plus 10 kiloqram ən yükü, viza dəstəyi, viza rüsumu, 5 ulduzlu otellərdə yerləşmə, səhər yeməyi. Bu ehtimal otelin adı yazılacaq burada. Yazılan oteldə girib baxırsan da. Otel Dadanq nə idi? Danang, Sunrise, Avqust, Bayspana. Budur deyəsən getdikləri, hə? Günün məzənnəsinə uyğun manatla qəbul edilir. Yəni dolları neçəsi gedirlər? 6-sı, 4-ü, 31-i başlayır. 31-dən 4-ünə kimi Danangdasan, Danang. 6-sı da Sunrise'dasan. Bu ehtimal burada olublar. Ucuzdur bu arada əslində. Yəni bu qədər şeyi həqiqətən gəzdirəcəksə bizim videoda izlədiklərimizi və videoda izlədiklərimiz kimi qalırlarsa, amma villa yazılma da sadəcə şeydir. Eyni yerindir bunlar. Yox, eyni yerin deyil, eyni saytdır sadəcə. Burada 14 gün 13 gecədir. Malezya, Vyetnam, Taylandı birləşdiriblər. Yəni buna gedərəm də. Phuket var, çox məşhur yer. Bangkokdasan bir gecə. Danangda 2 gecə. Hanoi'da 2 gecə. Lumpurda 4 gecə. Malazyada yəni. Otellər 13 gecə 52 ilə. Viza rüsumu dəstəyi $70-60. Bu arada qəşəng. Bu qiymətlərə gediblərsə əladır.